Hər birinizi uzaq Özbəkistan, Buxara diyarından salamlayıram. Bugün çox maraqlı bir qonağım var. Bir çoxlarınızın yaxşı tanıdığınız, hətta deyərdim ki, sadəcə otelçilərin yox, həm də turizm agentliklərinin yaxşı tanıdığı Mirağa Seyidsoy. Xoş gəlmişsən Mirağa. Salam, salam. Hər kəsi salamlayıram. Daha doğrusu xoş gəlmişəm Mirağa. Xoş gəlmisən. Orada hər kəsi salamlayıram. Sən də xoş gəlmisən deyirəm. Təşəkkür edirəm. Buxara. Əslində ateşli Buxaraya deməliyəm, amma biraz soyuq hava durumunda gəlmisən. Noyabrın axırları. Məncə noyabrda belə nazik abaya geyinirəmsə və açıq havada çəkiliş eləyiriksə Buxara çox da üçün səhralı şəhər üçün çox soyuqdur indi hal-hazırda. Tamam. Mirağa, biraz özündən çox qısa məlumat ver. Zaten suallarla səni bol-bol məlumatlandıracağam auditoriyamızı. Mirağa, deməli artıq turizm sektorunda demək olar ki, həyatımı həsr elədim bu sahəyə. 22 ildir artıq bu sahədəyim. 2004-cü ildən çalışıram. Belə deyək də, işimin peşəkarıyam, işimi sevənəm və həqiqətən bir hard workerəm. Və hazırda Özbəkistanda çalışıram və peşəkarlığımı demək olar ki, artıq ekspat olmamışdan əvvəl artıq toplamağa başlamışdım. Amma işin peşəkarı bir ekspat kimi də özümü artıq doğrultmuşam. Doğrultmuş bir kadram. Bir çoxlarının sənin haqqında bilmədiyi və mənim də eşidəndə şoka düşdüyüm bir fakt var. Sən turizmdə sadəcə təhsil almamısan, sən həm də turizmdə PhD-sən. Bəli. Biraz bu haqda danış zəhmət olmasa. Çünki bilirsən ki, sektorumuzda heç də hər kəs bu sahə üzrə məhz akademik biliklərə sahib deyil və akademik biliklərə sahib olmazdan öncəki Mirağa ilə sonraki Mirağanın biraz müqayisəsini istəyəcəm səndən ki, nələr dəyişdi və buna niyə ehtiyac duydun? Praktikama ilk növbədə onu vurğulaya bilərəm ki, praktikaya teoriya əlavə elədim. Yəni teoretik biliklər həddindən artıq doğrudan da lazım idi. Bəzən insanlar belə deyək, yəni kifayət qədər experience toplasalar da bizim sahədə düşünürlər ki, yəni teoretik, yəni fərziyyəyə ehtiyac duymadıqlarını hiss edirlər. Amma deyil. Həqiqətən bir-birini tamamlayan bir şeydir. Teoretik biliklər kəskin şəkildə ehtiyaclı bir şeydir. Mən bunu xaricilərlə bərabər işlədiyim anda anlamışdım. Çünki kifayət qədər praktikam olmama baxmayaraq, yenə də xaricilərin bizim ölkədə və yaxud da başqa ölkələrdə işlədiyim anda yenə də məsləhətlərinə ehtiyac idim. Və bu mənim üçün çox böyük bir, belə deyək də, bir znak idi ki, mən bunu aradan qaldırmalıyım. Arada qaldırmanın da bir növü o idi ki, mütləq ki, turizm sahəsində peşəkar səviyyəsində təhsil almalıyım. Və bunu da etdim. Birinci bakalavr levelini bitirdim 2018-ə, özür istəyirəm, 2020-ci ilə qədər və 2020-2022-ci illərdə isə artıq La Roche Universitetinin Soma Education sisteminin Marbella kampusunu oxumuşdum və əlbəttə ki, PhD səviyyəmdə orada almışdım. Hətta fərqlənmə nişanı ilə bitirmişəm, onu da vurğulayım. Yəni ilin tələbəsi olmuşdum. Və hətta məndə reference letter var CEO-dan, bizim dildə desə rektordan reference letterim var hətta o barədə ki, inkişaf etməkdə olan ölkədən tələbə, inkişaf etmiş ölkələrdən tələbələri, yəni həqiqətən qabaqlamışdım. Ona görə də bu faktdır. Sevinirəm buna görə. Universitet tərəfindən hətta Soma Education sisteminin hal-hazırda ambasadoruyam, səfiriyəm. Orta Asiya üzrə və universitetlərə, müəyyən bir qurumlara və s. əlbəttə ki, treninqlərdə onun əsasında da keçirirəm. Mirağa, uzun illər Azərbaycanda məhz region otellərində çalışmışsan və region otellərinin, şəhər otellərindən çox ciddi fərqləri olur. Deyək ki, şəhərdə, misal üçün, Novruz bayramı kimi bayramdırsa, şəhər otelləri üçün bu xarici qonaqlar üçün sevindirici haldır. Amma region otelləri bundan 2 qat fayda qazanır. Və yaxud da ki, bəzi həftə sonları var ki, ümumiyyətlə həftə sonları region otelləri üçün ən belə sevindiyimiz və qonaqlar gəlir dediyimiz bir andır. Ümumiyyətlə, region otelində çalışan Mirağanın təcrübəsinə əsasən regionlarımızda hal-hazırda otelçilikdə çatışmayan ya da nəyi düşünürsən ki, bu qədər ekspat təcrübənə dayanaraq ki, bax biz regionda bunu çox gözəl edirik.
amma davamlılığı qorumuruq. Məncə biz balansı itirmişik. Ümumiyyətlə şəhər və regionlar arasında ümumiyyətlə həmin o connection-dan danışsaq əgər biz ümumiyyətlə balans itirmişik. Balans dediyimdə, yəni Azərbaycan özünü destinasiya kimi turizm olaraq dünyada özünü çox yaxşı tanıdı. Bu bir faktdır. Əminəm hətta. Yəni onu amma bir məqamları var ki, destinasiya olaraq özünü event lifestyle kimi daha çox tanıtdırıbdır. Formula 1, başqa tədbirlər və s. Buna razıyam. Hal-hazırda lakin Azərbaycan balansı, həmin o balansı yaratmağa çalışır. Ona görə də 2025-ci ilin tədbirləri belə sübut elədi ki, isbat etdi ki, bütün tədbirləri, böyük tədbirlər artıq regionlara atırlar. Və lifestyle, family recreation kimi deyil regionlar, həmçinin lifestyle olaraq kimi də destinasiya olaraq regionları da yetişdirməyə çalışır. Bu çox möhtəşəm bir şeydir. Məncə həmən bu balansın olmaması bizim üçün çox böyük bir minusdur və bu minusu mütləq ki aradan qaldırılmalıdır. İlkin növbədə yenə də bir daha vurğulayım ki, balansın yaradılması olmalıdır. Çünki Azərbaycana gələcək qonaqlar, mən turistlərlə də danışıram, xarici dostlarla da danışdığım anda eyni məlumatı verirlər ki, Baku haqqında çox böyük məlumatlar. Yəni Baku deyirlər, Bakı deyil. Bakı haqqında çox məlumatlıdırlar. Yenə də event, lifestyle bir destination olaraq. Regionlar haqqında heç bir məlumatları yoxdur. Məlumatı veririk, amma təəssüf ki, kifayət qədər dəqiqləşdirmirik. Yəni misal gətirim, Gürcüstanda işləyəndə mən Gürcüstanda bir fərqi gördüm ki, Gürcülər destinasiya olaraq ümumiyyətlə regionları da vurğulayır. Tədbirlərə xaricə bir tək Tbilisi kimi getmirlər. Həmçinin artıq Batumi kimi də gedirlər. Ondan sonra Bakuryani kimi də gedirlər. Biz Azərbaycan kimi iştirak edirik hər yerdə və Azərbaycan kimi də bir Baku kimi göstəririk. Düzdür, danışırıq regionlar haqqında. Amma belə deyək, tam da vurğulamırıq deyərək. Ona görə də Gürcüstanda məsələn belə deyək də sentralizasiya deyil, desentralizasiya olunub deyə və balaca mərkəzləri artıq yaradıblar. Məncə bizə də buna ehtiyacdır. Yəni Gəncə kimi turizm destination Gəncə. Yəni Gəncədir, Şamaxıdır, Şəkidir, bizim cənub zonamızda, şimali zonamızda ayrı-ayrıca göstərməliyik. Çünki potensialımız həddindən artıq böyükdür. Amma bunu yetəri qədər istifadə eləmirik. Eləmirik, bəli. Bax, biz burada ümumi danışırıq. Daha konkretləşdirsək əgər, buna fokusu necə ayırmalıyıq? Mənim ümumiyyətlə səyahətlər zamanı ən çox müşahidə etdiyim detal odur ki, bizdən fərqli olaraq digər regionlarda ən bəsiti yaxın Türkiyəni götürsək, bilirsən ki, mən bu il Türkiyədə Go Türkiyə tərəfindən travel ambasador seçilmişəm və hər ay təşəkkürlər. Mən bilmirdim. Mən də bilirsən ki, deyirəm, çox belə əminliklə, rahatlıqla. Yox, bilmirdim bu arada. Və travel ambasador seçilmişəm. Artıq 2 ildir Go Türkiyə ilə işləyirik, amma bu il travel ambasador olaraq hər ay Türkiyənin fərqli regionlarını Azərbaycana təqdim edirəm, belə deyək. Və mənim gördüyüm çox önəmli bir fərq var. Bu da odur ki, yerli esnaf, yəni belə deyək də, mikro və kiçik bizneslərə dövlət səviyyəsində belə, influencerlarla əməkdaşlıqda belə qurum özü çox ciddi önəm verir. Yəni, misal üçün, bizi aparıb lüks restoranda bir dəfə yedizdirirsə, 3 dəfə bizi aparır bazarda bir dönərçiyə. Və deyir ki, bu bizim mədəniyyətimizdir. Biz tacirlərik və biz bazarlarda tez bazar doymaq üçün yemişik. Və bu bizim mədəniyyətə çox yaxın olduğu üçün bu bizə tanışdır. Amma məsələn, mən görürəm ki, Amerikadan gələn influencerlar var, Avropadan gələn influencerlar var. Onlar üçün bu çox egzotikdir və wow edirlər. Və səncə biz daha çox sanki Avropaya gedə-gedə öz milli xarakteristikalarımızı turizmdə də qurban veririk kimi hiss edirsənmi? Çünki mənə biraz elə gəlir. Əslində itiririk deməyin bir belə deyək də, əslində bir dərin məsələdir. Yəni amma orada ən önəmli moment odur ki, yeni nəsil ümumiyyətlə yeni nəslin Avropa deyil, hətta Asiyaya belə artıq adaptasiyası getməlidir. Yəni biz milli
mentalitetimi, adət-ənənəmizi itirmirik. Yəni amma biz kimlərdən itirmirik? Biz yeni nəslinə, yeni gələcək nəsillərinə bəli itiririk. Çünki onlara biz kifayət qədər məlumat vermirik. Mən övladlarım məktəbə gedir və onların təhsil sistemini görürəm. Orada təhsil sistemində uşaqların muzeyə getməyi və s. Mədəniyyəti olsa belə kifayət qədər çox deyil. Çünki biz övladları yəni mən öz övladlarıma belə atəşgaha getməli, atəşgahda nələrin olduğunu, hansı tarixə malikdir deyə atəşgah məlumatını verirəm. Bu belə bir məqamları genişləndirmək lazımdır. Uşaqları maarifləndirmək lazımdır ki, uşaqlar məlumatlı olsunlar. Çünki indiki internet, digital belə deyək zamanədə uşaqlar artıq yeni nəsil bizim belə deyək də milli mentalitet, adət-ənənəyə o qədər də çox məlumatlı olmurlar. Məncə digital vasitəsilə də həmçinin onların qapısını döyüb onlara məlumatı maarifləndirə bilərik. Bizə qalsaq biz kifayət qədər maarifləndirilmişik. Biz də məlumatlıyıq, yəni biz də bilirik ki, etik qaydalar bizim adət-ənənələrə əsasən deyirəm ki, etik qaydalar nələrdən ibarətdir və s. Övladlarımıza biz hamımız bunu ötürürükmü sualı yaranır və burada daha çox, bəli, burada daha çox rol oynayır. Yəni biz internetdə nə dərəcədə səmərəli istifadə edirik? Yəni biz övladlarımızı sadəcə internetin qarşısında otuzdurub öz vaxtımızı, bizim vaxtımızı almasını deyərəkmi istifadə edirik, yoxsa otuzduraraq yanında otuzdurub və izah eləyirikmi? Bu da böyük rol oynayır. Ona görə də məncə burada kolorit, yəni bizim misal üçün tədbirləri görürəm xaricdə, səfirliklərin təşkil etdiyi həmçinin tədbirlər və s. çox gözəldir. Yəni sözsüz dərəcədə gözəldir. Diasporalar tərəfindən də yaradılmış tədbirlərdə iştirak edirəm, xaricdə görürəm bunu. Amma o tədbirlərə bizim gənclər nə dərəcədə cəlb olunur deyərək sualı yaranır ki, yəni onların cəlb olunması sırf onun üçün maraqlı olmalıdır ki, o gənclər belə deyək, bizim gələcək nəsil olaraq deyərək bizim adət-ənənələrin bir hissəsi olsunlar deyərək. Mən bununla çox razıyam. Hətta bir dəfə belə bir paylaşım etmişdim ki, biz otelçilik, ümumiyyətlə qonaqpərvərlikdə ən təməl etdiyimiz səhv budur. Hətta bir dəfə bir nümayəndə ilə bu barədə müzakirəmiz olmuşdu. Debata daha çox oxşuyurdu. Nəyə görə? Çünki o bildirdi ki, Azərbaycanlılar Azərbaycan haqqında yetəri qədər məlumatlıdırlar. Onların buna ehtiyacı yoxdur. Biz daha çox xaricə fokuslanırıq. Amma mənim sualım buydu ki, əgər birinci, otelçilikdə belə bir anlayış var. Daxili qonağın xoşbəxt olmalıdır ki, yəni əməkdaşların xarici qonaqlarını xoşbəxt edə bilsin. Əgər Azərbaycanda Azərbaycanı yetəri qədər tanımayan insanlar varsa, İçəri şəhərdə hansı döngədən, hara dönəndə Qız Qalasına necə çatdığını bilməyən hələ də Azərbaycanlılar varsa, biz necə xarici turistə həqiqətən də doğru kommunikasiya edə bilirik, deyə bilərik? Yaxşı sualdır, yaxşı məqama toxundunuz. Hətta belə bir məlumat da verim ki, mən regionlarda işləyəndə belə bir experience aldım ki, məsləhətdir ki, ümumiyyətlə bizim turizm sektorunda, otelçilikdə işləyənlərə treninqlər sadəcə servis haqqında deyil, ümumiyyətlə tariximiz haqqında da keçirilsin. Bizim hər birimiz ölkəmizin nümayəndəsiyik və istər-istəməz hər hansısa bir turist bizə yaxınlaşdıqda sual verir. Haranı baxa bilərəm, hara gedib, haranı ziyarət eləyə bilərəm. Və biz o anda məlumatı ötürməliyik ki, bilirsiniz Qız Qalasına baxa bilərsiniz, ziyarət eləyə bilərsiniz. Qız Qalasının tarixini ən azından o adam bizdən soruşa bilər ki, Qız Qalası nə deməkdir? Eynən. Kifayət qədər insanlar tanıyıram ki, soruşsaq ki, Qız Qalasında nə vaxt axırıncı dəfəm olmusan, bir şəhərdə böyümüşük belərək, deyəcək ki, illərlə olmamışam. Ya da getməmişəm. Ya da getməmişəm. Baxmayaraq ki, həqiqətən investisiyalar, sərmayələr yatsıdırılır, renovasiyalar olunur və s. Yenə də sonuçta biz kifayət qədər məlumatsızıq o barədə. Ona görə də turizm sektorunda işləyənlər həqiqətən də o treninqlərə ehtiyacdır. Sırf tariximiz haqqında, Şamaxıda işləyən əməkdaşlar, regional əməkdaşlara daha da çoxdur. Çünki regionlarımızın tarixi ümumiyyətlə çox zəngindir tarix baxımından. Və elə bir məlumatları gəldikdə Şamaxı observatoriyası var. Şamaxıda bilmirəm məlumatın var yoxsa yox. Ağsuda, aşağıda böyük kanyonlar, bəli. Yeraltı şəhər belə tapılıbdır. Mən ora gedəndə həqiqətən çox
böyük emosiyalara sahib Hələ oldum çıxa ki, bilməmişəm, amma planımdadır ora. möhtəşəmdir. Fariz müəllim oranın rəhbəridir, muzeyin direktoru. Fariz müəllimə buradan salamlar, əgər baxacaqsa, baxırsa əgər. Fariz müəllim bizə çox böyük bir orada belə də bir gid olaraq, iştirak olaraq bizə danışdı, tarixçəsindən danışdı. Orada qazıntılardan, tapıntılardan danışanda, yəni şərhsiz, o dərəcədə emosional bir şeydir ki, nə dərəcədə biz qədimi bir torpaqda yaşamağımızın bir sübutudur, həqiqətən. Yəni möhtəşəm. Ona görə də məncə biz turizm sektorlarına mütləq ki bu treninqləri keçirməliyik ki, bunlar da sırf bu barədə məlumatlı olsunlar. Bundan çox razıyam və burada belə bir nüans ortaya çıxır ki, məsəl üçün mənim özümə hansısa regiona getdiyim zaman ya da deyək ki, hansısa şəhərə gəldiyim zaman professional bələdçidən daha çox yerli insanın təcrübəsi daha maraqlı gəlir. Bəli. Çünki professional bələdçinin bir guideline olur. Yəni bir frame olur ki, o çərçivədən kənara çıxmasın. Doğru. Amma yerli insanın belə bir nüansı olmadığına görə və o hər şeyi, o deri necə var elə danışdığına görə bu daha maraqlı təcrübədir. Məsəl üçün regionlardakı insanları yetişdirmək və yerlilərdəki, misal üçün deyək ki, Astarada Astara sım bələdçisi var və mənim bütün dostlarım gedəndə onun xidmətindən istifadə edir. Mən hələ ki istifadə eləməmişəm və o hidden gems, harada gizli yerlər var, ora aparır. Haranı ki kitabdan oxuyaraq bələdçi olan ya da ki səthi gəzən bələdçi onun qədər bilmir. Çünki o uşaqlıqdan orada böyüyübdür. Biz orada niyə bu yetişdirmədə tam fokuslana bilmirik? Bax, sənin karyeranda 2 mərhələ var. Bir, Azərbaycan tamamilə, bir də ondan sonraki tamamilə ekspat təcrübən. Müqayisə eləsək, destinasiya olaraq, nəyi deyə bilərsən ki, misal üçün, bax, buradakı bələdçilərlə bizdəki bələdçilərdə bu fərq var və bunu bu istiqamətə tətbiq eləsək daha gözəl nəticələr ala bilərik. Bizim əslində bələdçilər kifayət qədər yaxşıdır. Mən bələdçilərin əksəriyyətini tanıyıram Azərbaycanda və Şamaxıdan da tanıyıram. Hətta Fuad müəllimə də buradan salamlar. Fuad müəllim də demək olar ki, yaxşı bələdçilərdən biridir. Fuad Axundov? Bəli. Yəni Fuad bəyin Bakı, çox üzr istəyirəm, haşiyədən çıxacağam. Fuad bəyin Bakı turunda iştirak edin mütləq şəkildə. Çünki siz Bakını tamam fərqli gözlərlə görəcəksiniz və bir də Bakıya əvvəlki Bakı kimi baxmayacaqsınız deyirəm. Çox möhtəşəm bələdçiliyi var. Doğru. Bizdə bələdçilərdə məncə problem yoxdur. Bizim bələdçilər kifayət qədər peşəkardılar. Bizdə daha çox, belə deyək də, yenə də ölkəni, turistləri qarşılayan, yəni turizm nümayəndələri var ki, tariximizdə o qədər də yaxşı deyirlər. Ona görə də o insanlarda daha çox, o insanlarla daha çox işləmək lazımdır. Belə bir moment də vurğulaya bilərəm ki, bu yaxınlarda bir məqam diqqətimi çəkdi. Gürcüstanda da bunu görmüşdüm. Burada Özbəkistanda da gördüm ki, reception əməkdaşı birbaşa turistə məlumatı, birbaşa öz tarixi haqqında, yaşadığı yer haqqında məlumat ötürməyə başlaydı. Mənə maraqlı gəldi ki, yəni və belə bir müsahibə qurdum ki, dedim ki, soruşdum ki, hardandır bu məlumat səndə? Yəni maraqlanırsanmı, yəni bu tarixin haqqında, yəni ümumiyyətlə bir tarixçi olaraq kimi danışmırdı. Eynən sən dediyin kimidir. İnsan sadəcə öz yaşadığı yer haqqında, amma tarixi baxımından və biraz da emosiyalar qatmaqla turisti həqiqətən çox belə deyək, maraqlandırdı. Yəni turistlə danışdığında belə məlumatı, sualı verəndə mənə məlumatı verdi ki, dedi ki, valideynlərim mənə öyrətdi. Valideynlərim öyrədib mənə məlumatı veribdi. Ondan sonra kimsə deyir, nənəmizdən, babamızdan gəlir bu məlumat və s. Məncə bizdə də kifayət qədər valideynlərimizdən də məlumat alırıq, dədə-babalarımızdan da alırıq, nənə-babalarımızdan da daha çox məlumatı da alırıq. O məlumatı da məncə biz biraz çəkinirik deyərək ötürmürük ki, birdən yalan olar, birdən həqiqət olmaz. Həqiqətə yaxın olmaz, amma məncə həqiqətdir və nənə-babalarımız belə danışdığımız, bizə danışdığı tarixləri biz də ötürməliyik. Həqiqətən ötürməliyik turistlərə. O emosiyalar üzrə belə deyək, bir insan kimi, orada yaşayan bir vətəndaş kimi biz məlumatı ötürürük. Bizdə daha çox mən nə ilə qarşılaşıram? Bizdə məlumatı turistlərə sırf verirlər ki, məlumatım yoxdur. İstəyirsinizsə bələdçi dəvət edə bilərik.
və bunu daha çox peşəkara ötürmək niyyəti ilə məsələni həll etməyə çalışırıq. Bəzən amma yenə də Qız Qalası haqqında danışır. Mən də hətta yəni soruşurlar, mən qarşılaşıram burada turistlərlə. Məndən soruşurlar ki, haralısınız, hardan gəlirsiniz, hansı ölkədənsiniz? Mən deyirəm ki, Azərbaycan vətəndaşıyam, Azərbaycandan gəlirəm. Ay, çox gözəl şəhərdir, orada Baku. Yenə də isbat olunur ki, biz bir event lifestyle destination kimi Bakını birinci növbədə Formula 1, bəli. Son 1-2 ayda isə mən səfərlərimdə eşitdiyim Qarabağ. Doğru. Və hal-hazırda sual verəndə ki, Bakı haqqında nələr bilirsiniz? Mənə sırf maraqlı olduğu üçün yəni heç bir məlumatları yoxdur. Nə dərəcədə bizim yenə də qədimi tariximiz olduğunu və s. haqqında məmnuniyyətlə Qız Qalası haqqında danışıram. Şirvanşahlar Sarayı haqqında danışanda həqiqətən çox cəlb olunur. Yəni deyirlər biz heç məlumatımız yox idi. Siz bu qədər tarixə maliksiniz. Yəni mən də izah edirəm, hələ mən danışdığım nədir ki, yəni mən özüm də o qədər hələ bilmirəm. Belə şeyləri turistlər çox axtarır və çox sevinirlər, sevinərək oturub dinləyirlər. Çünki biz də bir Türk dünyasının bir parçasıyıq. Türk dünyası da hal-hazırda bilirsiniz ki, dünyada məncə bir trend olubdur. Eynən. Türk dünyasını gəzmək bu dəqiqə turistlərə Cənubi Amerika üçün, hətta Şimali Amerika üçün, Avropalılar, Asiyalılar üçün çox maraqlıdır. Eynən, bununla çox razıyam. Mirağa, biraz sənin professional tərəfinə keçmək istəyirəm. Otelçilikdə 2004-dən bu yana varsan və mənə çox maraqlıdır ki, illər ərzində Mirağanın liderlik yanaşmasında nə dəyişdi və idarəetmədə sənin mövqeyin necədir? Hansı idarəetmə növünü sevirsən? Yəni burada demirəm məhz adlandırma olaraq. Sadəcə Mirağa işçilərlə, əməkdaşlarla hansı metodlar üzərindən daha çox fokuslu olur? Mən həmişə demişəm, məncə deyəcəm də ki, ilk növbədə insanlara hər zaman investisiya eləyin. Yəni bu hər hansı fərqi yoxdur. Hansısa şirkət olur olsun, bu sadəcə bir binadır. Bu binanın trendi olan, bu binaya ruh qatan ilkin növbədə insanlardır. Və siz gəldiyiniz anda məncə bir şey dəqiq deyə bilərəm ki, siz lüks dediyiniz anda indi 21-ci əsrdə, 2025-ci ildə lüks emosiyalar deməkdir. Servis deyil. Yəni servis artıq dünya brendləri belə öz standartlarından çıxıb o servisi daha çox yerli adət-ənənəyə adaptasiya eləməyə çalışırlar. Ona görə də ilkin növbədə insanlarla hər zaman təmasda olub, insanlarla belə deyil, təmasda olmaqdan əlavə olaraq insanları hiss etməkdir, insanlara investisiya eləməkdir, müəyyən qədər treninqlər keçirməkdir. Qlobal düşüncəyə, məncə rəhbər qlobal düşüncəyə malik olmalıdır. Rəhbər indiki zamanədə sadəcə kresloda oturub da öz ofisində ambisiyalı bir çay və kofe içməkdən ibarət deyil. Yəni, həqiqətən də deyil. Artıq indiki zamanədə rəhbər bir liderə çevrilib və bu lideri də qazanmaq bacarığında olmalısan. Çünki rəhbər həqiqətən ilkin növbədə düzgün qərar verici bir şəxs olmalıdır. O insan bir gəminin kapitanıdır. Əgər siz gəlib də bu günlərim yanlış qərarlar verirsinizsə, siz o komandanın lideri artıq gələcəkdə olmayacaqsınız. Zamanla onlar belə dərk eləyəcəklər ki, sizin arxanızca getmək uğur deyil, uğursuzluğa bir yoldur. Ona görə bugünün lideri mütləq ki, bu şeylərə, yəni ən azından bunlara sahib olmalıdır. Mən rəhbər olaraq, belə deyərək, bir lider olaraq özüm üçün dərk eləmişdim, öz zəif nöqtələrimi ilk növbədə analiz eləmişdim və bu mənim üçün çox önəmli idi. Birinci növbədə də həmçinin təhsil məsələsi idi. Mənim üçün təhsil maraqlı idi. Misal üçün, gəlirlər sisteminin idarə etməsi, revenue management sistem mənim üçün belə deyək, zamanında bir Çin əlifbası idi. İndi deyil. Niyə? Çünki niyə mənim üçün Çin əlifbası olmalıdır ki? Yəni, bu mütləq mən onu öyrəndim. Restoratorluq sistemidir. F&B sistemi ümumiyyətlə ayrıca bir, belə deyək, incə sənətdir. Ayrıca bir sənətdir. Yəni, doğrudan F&B sahəsindən saatlarla oturub danışmaq olar. Housekeeping sistemidir, ondan sonra ön büro sistemidir, qəbul bürosu sistemidir və s. və ilaxır. Bunları öyrənmək mənim üçün çox önəmli bir şeydir.
Hər bir liderin yəni liderlərin fərqli yanaşması var. Bəzən liderlər var ki, mənim üçün mən bunları bilməyə də bilərəm, amma mənim üçün bu sahəni bilən bir lider gətirib də mənə tabe olunacaq bir şəxs gətirim ki, bu sahəni özü idarə eləsin. Doğru düşüncədir. Bunun yanlış düşüncəsi yoxdur. Çox dəstəklədiyim bir metodlardan biridir. Mənim liderliyimdə mən də eynisini eləyirəm, amma mən mütləq ki, onun işini bilməliyəm. Eynən. Çünki onun büdcələməsində və yaxud da onun servis sistemində, qonağın harda haqlı, haqsız olmağında belə mənim üçün rol oynayır. Çünki insan gəlir, qonaq deyir ki, mənim üçün steyki və yaxud da dondurmanı 40 dəqiqə sonra gətirdilər. Mən bu sistemi bilmirəmsə, o insan mənə desələr ki, bəli, bu normaldır. 40 dəqiqəyə hazırlanır da. Hə, mən deyəcəm ki, bəli, normaldır bu. Amma mən bilərəkdən ki, əmin olanda ki, bu normal deyil, biz bunun artıq məsələsini gələcəkdə həll etməyə, çözməyə çalışırıq. Bu mənim üçün çox önəmlidir. Ona görə də bu günlərim, yəni əsas məqamlar bunlardır ki, sizin uğurlu lider olmanız üçün bunlardır mənim üçün. Amma burada belə bir detal var da. Bir var ki, sən onların hamısını bilirsən. Bir də var ki, sən onların hamısını prosesdə öyrənirsən. Sürətlilik baxımından prosesdə öyrənmək, səhvlər edə-edə öyrənməkdir və bu səhvlər sənə ciddi maliyyə itkilərinə gətirəcək səhvlər olur. Təhsil baxımından isə burada daha çox teoriya öz yerini alır, nəzəri fikirlər. O zaman belə bir sualım olacaq ki, reallıqla, praktika ilə teoriya burada necə üzləşir? Neçə faiz deyə bilərik ki, üst-üstə düşür və neçə faizi həqiqətən də düşünürsən və görürsən ki, bu praktikadır. Sötəki praktikadır. Belə deyim, onlar bir-birini tamamlayan bir hissədir. Yəni, ruslar demişkən, praktika nəzəriyyə olmasa, ruslar demişkən, metodam tıka məsələsi var. Amma metodam tıka, yəni bu hər zamanda yaxşı bir uğurlu nəticəyə gətirib çıxartmır. Tamam, mən buradan bu yolu çözdüm, amma bu yoldan mən zərər çəkdim, sahibkara da zərər verdim, şirkət, hər kəs zərər çəkdi. Bunu bundan sonra bir daha belə eləmərəm. Nəzəriyyə burada sizi xilas edir. Yəni o mənada xilas edir ki, deyir ki, okey, yəni mənim düşüncəmdə niyə mən bunu, əgər nəzəriyyə, yəni kimlərsə artıq bu yolu keçibdir. Yəni niyə mən bu yolu bir daha yenidən keçməliyəm? Ondandırsa artıq bu yolu keçənlərdən mən bunu öyrənim ki, mən də bu səhvi indidən etməyim. Mən həmişə demişəm ki, ümumiyyətlə inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin fərqi ondan ibarətdir ki, biz bəzən metodum tıkı hələ də istifadə edirik. Nəinki biz başqa ölkədən, hansı ki artıq bu yolu keçib deyərək öyrənək və bunu bir araya, yəni bir daha bunu təkrarlamayaraq. Mənim həyat praktikamda belə bir yanaşma var və buna görə dostlarım bəzən çox zarafatlaşır. İdarə etmədə həm kafe olaraq, həm də hal-hazırda bir rəhbər vəzifədəyəm və bir hissədə tökəzləyən kimi dərhal kitablara qaçıram və dostlarım belə bir zarafat edir ki, yenə yapışdı o kitablarına. Oradan deyir, gəl burada bunu bax, gör nədir, necədir. Deyirəm, yox. Kitabda mütləq ki, o məlumat var ki, hansı ki mən görmürəm bunu praktikada, təcrübədə bunu görə bilmirəm və bu məni dayandırır və o məni ləngidir, ən pisi isə büdcəmə girir. Və mənə görə bir sahibkarın ən belə narahat olduğu hissə məhz onun büdcəsinə girilən hissədir. Bəli. Cost controlling otellərdə bütün otelçilərin, özəlliklə də GM-lərin ən birinci fokus elədiyi şeydir. Amma cost controllingdə mən illərdir otelçilikdə olduğum zamanlarda belə bir qəribə bir detal görürdüm. Cost controllingi çox yanlış yerlərdən tuturdular. Hansı ki, otelə birbaşa gəlir gətirir. Amma düşünürdülər ki, bu otelə birbaşa gəlir gətirmir. Ən bəsiti deyəcəm. Pandemiya zamanı otellərdə ən birinci bağlanan departament marketing departamenti oldu. Yəni bu deməkdir ki, ən birinci mən işsiz qalmışdım. Mən və mənim kimi bir çox marketoloqlar və bir çox marketoloq, daha doğrusu bir çox otelçilər də elə düşünür ki, marketing bizə sadəcə broşur hazırlamaq üçün lazımdır. Hətta çox təəssüflər olsun ki, biz o ölkələrdənik çünki təkcə biz deyilik, buna əminəm. Sales və marketing də
sales daha öndədir, daha sonrasında marketinqdə. Amma bunun o deyək beynəlxalqda təsdiqlənmiş versiyası odur ki, marketinq salesi da idarə edə bilər. Amma sales da marketinq gözü olmur. Bu fikirlərlə nə dərəcədə razısan? Heç bir salesdan olan dostlarımın xətrinə dəymək istəmirəm. Yenə də burada sırf nəzəriyyə baxımından desək, mən CHSP alanda Certified Hospitality Sales Marketing Professional Axley Universiteti tərəfindən nəzəriyyə baxımından təsdiq olunmuş və artıq təyin olunmuş bir dəqiq bir məlumat var ki, satış rəhbəri marketinqi idarə edə bilməz. Edirlər, düzdür. Amma yəni satış marketinq rəhbəri olaraq yetişdirilir. Marketinq rəhbəri satışı idarə edə bilər. Bu rəsmidir. Yəni sırf Amerikanın hospitality industriyası tərəfindən, Avropanın industriyası tərəfindən bu dəqiq məlumatdır. Niyə? Çünki marketinq rəhbərləri əksər hallarda sales marketinq rəhbəri olaraq daha effektiv olurlar. Nəinki satış rəhbəri, satışdan çıxıb da sonra satış və marketinq rəhbəri olduğu anda uğura gəlib çıxır. Bizdə uğurlu olurmu satış rəhbəri, satış marketinq rəhbərinə keçəndə? Keçilir. Bizim ölkədə olur. Səbəb rəqabətin az olması? Məncə rəqabət deyil. Səbəb məncə marketinqi daha dərindən bilməməyin əsasında özünü artıq uğurlu bilməyidir. Marketinq sahəsi biz dediyimiz məsələdə yenə bu broşurlar, ənənəvi marketinqin var, digital marketinqi var və s. Biz daha çox Instagramda bir post yeritmək, jurnalları belə deyək də çap eləmək və ümumiyyətlə onun neçə nəfər izləyəcəyini və s. və ilaxır biz bundan kifayətlənirik. Aynen. Amma deyil. Biz ümumiyyətlə şirkətin bir brend xasiyyətini yaratmalıyıq. Aynen. Brend xasiyyətini yaratmaq üçün burada artıq kifayət qədər böyük nəzəriyyə bilikləri ehtiyacdır, tələb edir. Və Avropada belə bir şey gördüm ki, marketinq rəhbərləri ümumiyyətlə 2 il, hətta tam deyə bilərəm ki, 2 il işləyəndən sonra kimsə bizdə artıq deyəndə ki, mən artıq 2 ildir marketinqdə işləyirəm və marketinq rəhbəriyəm. İnan ki, mənim üçün o, yəni 2 il ərzində o necə marketinq rəhbəri olubdur, böyük sual altındadır. İnsanlar illərlə gəlir və marketinq elə bir sahədir ki, hər gün inkişaf eləyir, hər gün dəyişir. Çünki yenə də digital marketinqi inkişaf eləyir, yeni standartlar artıq ortaya gəlir. Hər zaman axtarışda olmalıdır bu insanlar, hər zaman. Yəni bu da bir sənətdir. Bu sənətin əsasında marketinq bir produktu, belə deyək də, bir produktu yaratmasalar, satış onu sata bilməyəcək. Satış çox vaxtı belə bir problemlə rastlaşırdım ki, satış bir produktu yaradıb, marketinqlə məsləhətləşmədən artıq bunu gətirir, deyir ki, bunu mən yaratmışam, zəhmət olmasa bunu başla, sən bunu başla satmağa. Nə yaratmışsan? Heç nə. Satmağa yox, bəzəməyə. 2 gecə qal, 3-cü gecə pulsuzdur. Yəni marketinqdə baxır, deyir ki, şeydir, ay bədbəxt. Axı indiki zamanənin, indiki nəslin tələbatı bu deyil axı. İndiki nəslin tələbatı bambaşqa şeydən axtarır. Yəni attraction yoxdur. Yarada bilmirlər. Ona görə də eyni hər yerdə eyni promotionlar gedir. Eyni promotionlardır. Mən otelçilik sektorundan 5 il əvvəl çıxmışam. Pandemiyadan sonra, pandemiyada bitirdim karyeramı otelçilikdə. Daha sonrasında pandemiyadan 1 il sonra qısa müddətli regionda çalışdım baş menecer olaraq və başa düşdüm ki, mən həyatım boyu baş menecer olmaq istəmirəm. Başa düşdüm ki, mənim üçün şəxsi həyat nə dərəcədə önəmlidir və başa düşdüm ki, baş menecerlərin şəxsi həyatı olmur. Yəni minimum olur yox, olmur şəxsi həyatı. İşi ikinci ailəsidir. Eynən, işi ikinci yox, birinci ailəsidir. Ailəsi ikinci ailəsidir. Və mən ondan sonra başa düşdüm ki... Təsdiq etmirəm, yoldaşım bax. Mən ondan sonra başa düşdüm ki, mən bu sahədə məhz baş menecerdən başqa bütün marketing, commercial, nə bilim, operations və s. hər şey olaram baş menecerdən başqa. Amma və mən nəyi görürəm? 5 il öncə çıxmışam sektordan. Mən otelçilikdə, Azərbaycanda, marketing sahəsində inkişaf görmürəm. 5 il öncə necə
eyni al 2 al 3 ödə, 3 al 2 ödə ya da early booking 20% endirim ya da family getaway, başlıqlar belə dəyişmir. Yəni başlıq belə dəyişmir. Yəni family getaway, okay, getdi away-ə. Bəs yeni başlıqlar ya da collaterallar belə dəyişmir. Otelin otağının artıq heç kimə maraqlı deyil sadəcə otelin otağı. Bu booking.com-da var. Niyə mən Instagrama girib orada da sadəcə dümdüz otelin professional çəkilmiş şəklini görürəm? Axı mən otelin həyatını görmək istəyirəm. Orada necə kofe içirlər, orada necə çay içirlər, orada ümumiyyətlə uşaqla necədir və yaxud da ki, orada couple olaraq cütlük necə dincəlir ya da hovuzunuz var, çox gözəl. Hovuzda insanlar necə əylənir, necə dincəlir. Misal üçün ən bəsiti, ən çox verilən, mən otellərlə əməkdaşlıq edəndə ən çox gələn suallardan biri odur ki, hovuzun temperaturu, istiliyi, uşaqlarla rahatdır, deyil, uşaqlar üçün var, yoxdur və girib otelin səhifəsinin başdan ayağa baxırsan ki, otelin səhifəsində bu haqda heç bir məlumat yoxdur. O zaman səncə biz hal-hazırda necə inkişafdan danışa bilərik bu sahədə? Okey, çox sahəni toxundun. Eynən. Ürəyim doldu. Belə başa düşün ki, yaralı yerimdir. Yaralı yerimdir. Ölkədə ümumiyyətlə marketinq haqqında danışma haqqım yoxdur. Çünki marketoloq olaraq hal-hazırda işləmirəm və neçə illər. Yəni marketinq rəhbəri olaraq işləmişəm, satış marketinq rəhbəri olaraq işləmişəm. Amma çox neçə il bundan qabaq. Başqa məsələyə toxunaram. Promotionlar haqqından danışırıqsa, bəli, tam haqlıyam. Biz eyni promotionu, tamam, biz büdcələmədə belə bizdə belə bir xasiyyət var ki, keçən il bizdə sentyabr ayında nə var idi? 2 gecə qal, 3-cü gecə pulsuz. Sentyabr ayı bizdə, fevral ayı bizdə ölü tarixdir. Gəlin fevral ayına da belə bir promotion, eyni promotion ataq. Məsələ ondadır ki, sual da verəndə ki, bəs niyə eyni şey eləyirsiniz? Copy-paste eləyirsiniz də, sizin hətta belə dediyiniz Instagram səhifəsi də belə il boyu eyni olur. Şəkillər dəyişir, amma promotionlar eyni olur. Eyni cavabı alıram ki, buna tələbat var. Baxın, tələbat var, düzdür, razıyam. Siz yeni bir paket yaratmadan necə bilə bilərsiniz ki, bu paket artıq uğursuzdur. Eynən. Bu bizim ən böyük, mənim şəxsən misal üçün yaralı yerimdir. Bəzən o traditional belə bir düşüncə, bir ənənəvi düşüncədə insanlarda dəyişmək istəməyən belə bir momentlər var ki, dəyişmək sadəcə istəmirlər. Kimdə axı bundan məşğul olan, kimdə axı bunu yeridən, yaradan? Axı sən marketoloqsan, axı sən marketinqsən, sən mütləq ki bunu eləməlisən. Marketinqin hətta, əgər biz otelçilikdən danışırıqsa, qonaqlarla belə təmasda olmalıdırlar. Eynən. Tələbatı hiss etməlidirlər. Yəni qonaqların içində olmalıdırlar. Əlbəttə ki, misal üçün ki, eyni məsələdir ki, bu gün mən elədiyim promotion və yaxud da məndə qonaq nələr görmək istəyərdi görəsən. Eynən. Ancaq elə, yəni buna əsasən bunları nəzərə alaraq yeni promotionlar, yeni bir aksiyaları üzə çıxartmaq olar. Məsələn, bu yaxınlarda biz Oktoberfest yaratdıq. Yaratmadıq, üzr istəyirəm. Yəni implement elədik. Bəli, biz bilirdik ki, dünyada belə bir Oktoberfest deyiləcək bir adət var. Pivə festivalidir də. Və bilirik ki, bu kifayət qədər böyük bir rezonansa hər zaman bütün otellərdə, bütün deyim, əksər ölkələrdə bu rezonansa gətirib çıxarır. Bizdə bu işləyərmi deyərək mənə bir sual verdilər ki, yox, biz müsəlman ölkəsiyik, bizdə bu işləməz, bizdə insanlar buna açıq deyirlər. Niyə? Çünki bizdə alkoholun reklamı qadağadır. Ola bilər, biz alkoholdan danışmırıq, biz ümumiyyətlə şənlikdən danışırıq. Amma biz elə bir həmçinin ölkədə yaşayırıq ki, Friday Fun Day kimi də qəbul olunacaq bir ölkədir. Demək ki, burada insanlar istirahət etməyi bacarır. Biz Oktoberfest'i etdiyimiz anda həmən ay, Oktoberfest ayında 2 ay. Çünki oktyabr, noyabr aylarını fəth edirdi. 2 ay ərzində rekord şəkildə restoran tərəfindən gəlir əldə elədik. Və biz ilk idi ki, ümumiyyətlə Oktoberfest'i həmən regiona gətirdik. Bu uğurlu bir şeydir. Nəyi elədiniz? Oktoberfest üzrə qonaqlar da bizdə qalacaq qonaqlar o ərəfədə məlumat vermişdi ki, kimlər qalacaq isə restoranımızda pulsuz voucher əldə edirlər. Pulsuz voucherində bir titulu var idi. Bizim marketinq çox gözəl fikirləşdi onu. Həqiqətən alqışlayıram ki, belə bir şey fikirləşdi ki, bir voucher, bir pivə seti verir, bir bia set verirdi qonaqlara və bir bakal
alkoholsuz və yaxud da Heç kim alkohollu pivəsiz içəcəkli. içmir. Bəli, alkohollu və yaxud da hətta alkoholsuz bir pivə bakalına sahibdilər. Qalxırdılar yuxarı, bir pivə içənə pivə seti qalır. Neyək? Ekstra yenə də sifariş edək. Çox doğru. Bəli, bunu biz artıq implement eləyəndə bir daha deyim ki, biz bunu yeni yaratmadıq dünyada. Biz bunu bizim regiona yenidən yeni implement və bu işdədir. Mən sizi inandırım ki, bir müddətdən sonra həmən o region bunu artıq işlətməyə start verəcək. Okey, biz də bunu eləyə bilərik. Nə olur? O zaman siz artıq belə deyək də bazarda key point trend yaradacaq bir şirkət kimi tanınırsınız. Dəfələrcə sübut olunub ki, elə bir şirkətləri hətta qiymətləri belə gələn ilə elan etmədən başqa şirkətlər eləmirlər. Gözləyirlər ki, o şirkət necə qiymətlər fərqi yoxdur. Restoran ola bilər, marketinq komandası güclü olan şirkətlərdə satış marketinq strategiyası düzgün, büdcələməsi düzgün qurulursa, başqaları onlardan nümunə götürərək özləri də onu implement edir. Bu misallardan biridir. Bir misal da gətirə bilərik. Biz Valentine Day bilirsiniz də bu sevgililər günü məsələsi var. Biz bunu out of box düşündük ki, belə bir şey eləyək. Biz sevgililər günü deyil, yəni coupleslar deyil. Çünki bizim üçün biraz bu belə yanaşırdı ki, ola bilər ki, bu insanın sevgilisi yoxdur. Bəlkə də 40 ildir ər axtarır, tapa bilməyiblər. Niyə mən bunu bu biraz şey olur da. Niyə o tək qalsın? Niyə o tək qalsın həmin günü? Özdə həmin günü biz 50%-ə qədər endir veririk. Biz nə elədik? Həmin gün biz dedik ki, sevgililər günü, yəni fərqi yoxdur. Kimi sevirsinizsə, bərabər gəldiyiniz anda biz Sən sizə... sevgililər günü 8 Marta dönüşdürmüsən. Yəni biz hətta bizə... Belə deyək, o da Tbilisi'də eləmişdir. Tbilisi'də doğrudan bir rezonans yaratdı. Yeni New Generation içində yeni bir rezonans yaratdı və bizim üçün çox yaxşı bir marketing tool oldu. Zəng gəlib hətta soruşurdular ki, mənim sevgilim mənim ev heyvanımdır. Gələ bilərəm sizin restorana. Biz ona adaptasiya olduq. Yox demədik. Dedi ki, içəridə heyvanlarla oturma olmaz, amma çöldə terasda otura bilərsiniz. İnanın ki, gəldilər. Və elədiyimiz, əldə etdiyimiz gəlir bir daha sübut elədi ki, rekord şəkildə sübut elədi ki, düz elədi ki, belə bir məqam, yəni belə bir aksiyaları, yeni bir aksiyaları yaradırdıq. Uğursuz da olubdu. Uğursuzlar, yəni uğursuz olub deyə bilir ki, okey, bu market üçün uyğun deyil. Biz bunu düzgün düşünmədik. Demək ki, bunu bir daha burada işlətmək yaxşı olmaz. Olub. Amma uğurluların qarşısında uğursuzlar o qədər gözə görünən olmur. Amma orada başqa bir məsələ var. Yəni hər zaman istəyirəm, bir də investisiya məsələsinə toxundum. Bu da çox məqamdır. Cost saving. Hətta marketinqdə belə deyək də dəyərin filan aksiya üçün bu qədər pul lazımdır deyilərək bizdə hələ də onun adəti yoxdur. Yəni bizdə o strateji düşüncə yoxdur. Ancaq bunu yaradaq nə qədər qazanacağıq və bunun qarşısında... Bizdə dediyin Azərbaycanda? Bəli. Mən bununla qarşılaşmışam ki, aksiya yaradırlar, amma bu aksiyanın bir strateji planını çox yerdə heç görməmişim. Siz nə qədər buna xərcləyəcəksiniz? Çox yaralı yerimə toxunursunuzsa bilməyəcək. Və bunun əsasında siz nə qədər qazanacaqsınız deyərək bizdə o strateji düşüncə hələ tam inkişaf eləmir. Var, amma kifayət qədər yoxdur. Bizdə hətta nə yoxdur? Marketoloq büdcə istəyir. Deyir, neynirsən? Elə gətir görüm xərcin nə qədər. 5 manatlıq da məhsul var, 55 manatlıq da məhsul var, 555 manatlıq da məhsul var. Elə gətir, yanaşması bir, professional deyil, 2, şöbəyə hörmətsizlikdir, 3, artıq sən indidən ROI-dən ödünç vermirsən deməkdir. Bax, Mirağa, baş menecer olaraq mənim atelçilik təcrübəmdə yetər qədər yaxşı otellərdə işlədiyimi düşünürəm Azərbaycanda. Atelçilik təcrübəmdə belə bir praktikam var idi. Bəzi baş menecerlərimiz buna marketinqə bir animator xidməti kimi baxırdı. Hətta morning briefinglərdə sıra gəlib marketinqə çatanda deyirdi ki, bugün bizi nə ilə əyləndirəcəksiniz? Və bu bir ara mənim çox pis xətrimə dəyirdi və hətta bir ara artıq mən bu zarafatı ignor eləməyə başlamışdım. Yəni bu zarafat deyil və bu heç professionalca deyil. Okey, buna kimsə gülə bilər, amma bu gülməli də deyil. Amma mənim təcrübəmdə
belə bir şey baş vermişdi ki, mən bir otelə dəvət alanda həmin zaman oranın baş meneceri Rəsul müəllim idi. Buradan salamlayıram müəllim. Ateşli salamlar. Ateşli salamlar. Və intervyuda, müsahibədə mənə belə bir sual verdi ki, Yeva, gözləntin nədir bizim oteldə? Və ona bir dənə bunu dedim. Müəllim, məni sıxmayın. İcazə verin, mən restoranda oturum və başa düşüm ki, bu turistlər nə eləyir? Deyirəm, mən oturub lounge-da, kofe içəndə, reception area-da, mən başa düşmək istəyirəm ki, reception necə danışır, nə danışır, harda boşluq var. Ona görə yox ki, mən front office'in işini görəcəm. Ona görə ki, mən marketinq tərəfdən boşluqları görəcəm. Məsəl üçün, mən görəcəm ki, tutaq ki, kartı verəndə, o kartda mən dizaynda nəyisə yanlış buraxmışam, nəsə düzgün açılmır. Çünki mən zaten bunu ən yaxşısında verirəm və elə düşünürəm ki, doğru eləmişəm. Amma user experience dediyimiz bir detal var. Özəlliklə non-brand otellərdə, məsələn, standart olan otellərdə bu rahatdır. Marriott'un öz standartı var. Sən ondan daha yaxşı düşünməmisən zaten bunu. Amma non-brand otellərdə bu çox ciddi boşluqdur. Yəni sən başa düşməlisən ki, məsələn, mənim bir Avstriyada bir müəllimim var idi, o hər zaman deyirdi. Stəkanın logosu burada olmalı deyil, burada olmalıdır ki, o onu içəndə, o buradan onu görsün və beyninə, şuur altına bu brend həkk olunsun. Və bu da eyni prinsiplə gəlir. Bax, orada sən qeyd elədin ki, biz uğursuz elədiklərimiz də var idi. Amma bunu uğurlu eləməklərimiz üçün bu bizə mane olmurdu. Adətən, marketologların Azərbaycanda qarşısında 3 vacib departament dayanır, hansına ki, baş menecer onlara daha çox etibar edir. Finance, revenue və sales. Hal-hazırda Özbəkistanda ya da Gürcüstanda ya da Qazaxstanda olan təcrübələrinə dayanaraq bunu necə kontrolda saxlayırsan və belə deyək də, bu əsaslandırmalara əsasən yeniliklərdən qaçırsanmı, yoxsa belə deyək də, bir növ necə оправдывать eləyirsən ki, finansı ki, yaxşı olacaq? Əslində, belə deyim, hər bir departamentin öz mütləq ki bir dəyəri var. Yəni bunların, mən həmişə demişəm ki, heç bir departament o biri departamenti üstələmir. Aynen. Yəni hər bir departamentin öz səlahiyyətləri var və o səlahiyyətlər üzrə də çalışmalıdırlar. Sadəcə burada maliyyəni kimdənsə üstün tutmaq və yaxud da insan resursları departamentini fərqi yoxdur. Burada daha çox administrativ departamentlər var və əməliyyat şöbələri var. Fərqi yoxdur. Bunların hamısı bir tandemdə işləməlidir. Bir tandemdə, yəni rəhbərin, liderin ən böyük əsas rolu ondan ibarətdir ki, aralarında olan nöqsanları belə mütləq ki, aradan qaldırmağı bacarmalıdır. Çünki düzgün yenə də bir qərar verdiyi anda və hər hansı bir qərarı verirsə, o qərarı mütləq ki, izah eləməlidir ki, başqası görsün ki, nə əsasında bu məsələdə maliyyəçi haqlıdır və yaxud da bu məsələdə ön büro haqlıdır. Mən açığı deyim, bu rəsmi cavabdır. Qeyri-rəsmi cavab olaraq deyə bilərəm ki, mənim sözüm səhv gəlirmi departament rəhbərləri ilə və s. Əlbəttə, necə onsuz olmur. Mümkün deyil, işin duzudur. Amma heç vaxtı, heç bir şəkildə etməmişəm, etməyəcəm də, heç bir maliyyə rəhbərimi və yaxud da öz insan resursları departamentin rəhbərini kiminsə yanında heç vaxtı ağır söz deməmişəm, deməyəcəm də. Ola bilər danışaram, ola bilər hansısa bir müzakirəyə ciddi alacaq, amma təklikdə, mütləq ki təkliklə. Çünki hər bir departamentlə danışmağın bir tərzi olmalıdır və bir etikası olmalıdır. Onu da hiss eləməlidirlər. Kimsə bir daha vurğulayım ki, heç bir departament o biri departamentlərdən üstün deyil. Amma bu rəhbərin bir qaydası olmalıdır. Bu mənim düşüncəmdir, mənim fikrimdir. O ki qaldı, marketinqə çox vurğuladıq, çünki sən marketinqdən çıxmısan. Marketinqin özü də komandanın bir hissəsidir. Sadəcə burada marketinqin özü də nə dərəcədə strateji olaraq düzgün hər şeyi izah edirmi, anlamı var. Çünki yenə də bizdə də olur, marketinq gəlir, sual verir ki, müəllim, bunu biz necə eləməliyik? Məsələn, gəlir də ki, bizdə bir belə ideya var, deyirəm, bax, bizim belə bir ideyamız var, anlamı mən anlamıram.
Gətir görüm sən bu ideya haqqında promotion nələr gətirəcək bizə, nə qədər xərcə ehtiyacım var və nə dərəcədə investisiyalar mənə geri dönəcək, hansı müddət ərzində. Müddət önəmlidir. Çünki rəhbərin özü də anlamalıdır ki, short term var, mid term var, bir də long term geri dönüşlər, investisiya var. Bir promotion var ki, bir aksiya var ki, o long termdir. Amma bir həftə sonra gəlib qapını döyüb deyir ki, pulum hanım? Çox razı. Qardaş, bəs bunu biz müzakirə eləmişdik axı. Bu müzakirə demişdik axı, bu 3 ilə qayıdacaq. İndi qayıtmayacaq. Sərgilər long termdir. Misal üçün, əgər misalla danışsaq, promo aksiyalar bəli short termdir. Çünki biz promo aksiya konkret danışırıq ki, promo aksiya nə vaxtdan başlayacaq? Yəni misal üçün Novruz bayramı 19-undan başlayıb 29-u bitməlidir. Misal üçün deyirəm də. Tamam. Önəmli məqam. Biz o aksiyanı nə vaxt yaradıb, nə vaxt artıq başladıq start verməyə? Biz onu 6 ay qabaqdan mı müzakirə eləməyə başlayırıq? Yoxsa otellərin əksəriyyəti kimi, martın 1-dən start veririk və yaxud da fevralın 15-dən start veririk. Zəng eləyəndə tutalım ki, start verir və ondan qabaqda qonaqlar zəng elib bron eləmək istəyəndə deyirlər ki, yerimiz yoxdur. Ya yerimiz yox, üzr istəyirəm. Hələ qiymətlər elan olunmayıbdır. Onu da nəzərə çatdırım ki, o loss revenue-dur. O artıq itkidir. Misal üçün biz oktyabr ayında gələn ilin qiymətlərini otelçi olaraq məsləhət verirəm hər kəsə. Oktyabr ayında gələn ilə əgər açmırıqsa, o artıq itkidir. Bir qonaq onlayn kanala, şəxsi kanala girib bron eləyə bilmirsə, o noyabr ayında, mart ayına və yaxud da aprel ayına, o itkidir. Biz o qonağı artıq itiririk deməkdir. Yəni növbəti 6 ay, yəni bir turist 6 ay öncədən ən yaxşı halda, belə standart halda deyək də, məsəl üçün elə insanlar var ki, 9 ay öncədən planlayır. Marketinqin büdcələməsində də belə bir incə məqam var. Biz marketinqi ümumiyyətlə büdcələyirikmi şirkətlərdə, yoxsa büdcələmirik? Ağrı nöqtələrinə basır. Əlbəttə, bu yəni yenə də o bundan öncə dediyim, vurğuladığım kimi də short term, mid term, bir də long term məsələlərdə. Hətta long termdə də belə biz gələn ilin büdcəsini eləyəndə marketinqə sadəcə pul mu ayırırıq, yoxsa əvvəlcədən artıq düşünüb bilirik ki, bizi fevralda, martda, apreldə strateji olaraq il boyu bizi nə gözləyir. Bu çox önəmli məqamlardır, detallardır. Bəzən şirkətlər, amma belə deyim, indi hal-hazırda yaxşı bir peşəkarlar bizim bazar yetişdirib görürəm. Eynən. Və peşəkarlara həqiqətən hal-hazırda bəzi peşəkarlara həsəd aparıram ki, möhtəşəmdirlər. Yəni, strateji olaraq baxmayaraq ki, misal üçün Novruz paketini copy-paste edib atırlar, amma qiymətləri artıq bir ay qabaqcadan deyil. Ən azından artıq qiymət məsələsi 2 ay qabaq. Ya orada yaxşı bir revenue manager artıq var şirkətdə, ya da ki, maliyyəçi çox güclü gəlib deyə onlar artıq planlaşdırmanı artıq əvvəlcədən etməyə öyrəşiblər. Bu önəmlidir. Şirkətin marketing brend olaraq brendi xasiyyətini yaratmaq belə upsellinglər, upgrade sistemi, bəzən upsellingi belə biz gəlib front office-dən tələb edirik. Yəni ön büro buna böyük önəm daşımır. Ön büro reallaşdırıcı bir departamentdir. Bunu marketing belə yaratmalıdır yenə də. Yəni həqiqətən belədir. Bəzilərin bu dəqiqə hətta bəlkə təəccüblənəcək. Mən İspaniyada revenue management sistemində artıq praktikada olanda, La Roche Universitetindən göndərəndə mən artıq onu orada öyrəndim. Nəzəriyyə baxımından da, praktiki baxımından ki, marketing rəhbəri gəlib upsellingdən danışır. Niyə? Çünki sırf tam bütün gəlirlər haqqında və gəlirlərin nöqsanların, belə deyək də, zəif nöqtələrini marketing rəhbəri axtarıb tapırdı. Və deyirdi ki, baxın, bizdə statistik olaraq kofe çox satılır, amma demirik bizim restoran rəhbəri zəifdir. Deyil. Bəlkə də ola bilər görmədi, deyir, amma bizim desertlər kifayət qədər satılmır. Bundan sonra gəlin sizin ofisiantlar mütləq ki, upselling eləsinlər. Kofe içən adama mütləq ki, bir desertdən təqdim eləsin, trening keçirsin. Restoran rəhbəri bu haqda artıq məlumatlanır, işə salır bu məsələni və işə saldığı treninqləri keçirir və s. və ilaxır. Bizim yemək itki məsələ, produktların itki, ərzaqların itki məsələ cost savingdən danışırıq. Biz deyirik ki, kostumuzu salmalıyıq ortalama 30%-ə. Bəzən deyirlər ki, 15%-ə salırlar. Bilmirəm necə eləyirlər bunu, amma eləyirlər.
Məncə o ruslar demişlər, это уже жадность, это уже не экономия da. O deyir, sən xəsissən, deyir, yox, mən ekonomam. Xeyr, xəsissən. Yəni Ekonom bilmirəm deyilsən. artıq bu ekonom cost saving mi buna deyək, yoxsa ki bu artıq xəsislikdir. Məsələ onda deyil. Məsələ ondadır ki, bizim hətta baş aşpazlar nə dərəcədə bunda rol oynayır. Tutalım ki, bəzi ərzaqlar var ki, biz də bunu istifadə edirik. Ərzaqlar xarab olmayıb, amma tutalım ki, ortalama hardasa bir 3 ay müddəti qalır, 2-3 ay müddəti qalır. Biz bilirik ki, bu ərzaqların əsasında olan yeməklər o qədər də güclü satılmır. Nə etməliyik? Buna bir promo aksiyalar keçirməliyik. Promo aksiyalar mütləq ki, həyata keçirilməlidir ki, bu ərzaqlar ortadan, yəni əldən getsin. Həm əldən gedir, həm maya dəyərində artıq satılmır, silinmir. Müəyyən qədər də bir gəlir də əldə edirik. Tutalım ki, bizdə bu yaxınlarda bəzi meyvə suları var idi ki, yəni son istehsal tarixindən tam 6 ay qalırdı. Nə etməli idi? Biz artıq bizim restoran rəhbəri bu haqqda məlumat verdi, marketinqlə müzakirə olundu və müəyyən bir kokteyllər yaradaraq tam başqa bir formada müəyyən kokteyllər yaradaraq qonaqlara satmağa başladıq. Belə olaraq bunu sıfırlayırıq. Yenə də burada bir marketinqin əli var. Belə yenə də sözümü ona gətirirəm ki, gördüyün kimi hamısı tandemdə işləməlidir. Aynen. Burada kimsə kimdənsə üstün məsələsi yoxdur və kimsə başqasına öz səlahiyyətini atıb da günahlandırmaq burada da rəhbərin bir zəif nöqtəsini görürəm. Məsələn, bizdə bəzən olur kimdənsə artıq bir stres məqama gəlir, kimisə günahlandırmağa, çıxartmağa. Məsələn, mənim komandamda günahkar yoxdur. Biz bunu məsələni çözməyə çalışırıq artıq. Yəni günahkar axtarsaq bu dəqiqə hamımız günahkardır, başda mən. Çox razıyam. Yəni biz günahkar mı axtarırıq, yoxsa biz məsələni mi həll eləmək Məsələni mi həll eləmək istəyirik? Bəli, doğrudur. Həqiqətən elədir. Marketinq qonaqlarla niyə danışmalıdır? Çünki qonaq pis rəy yazırsa, o artıq itirilmiş qonaqdır. Yəni biz o qonağın artıq dalınca düşməyə ehtiyac yoxdur. Qonaqla yerində problemi varsa, yerində həll eləməliyik. Burada artıq ön büro işləyir, marketinqlə bərabər. Ön büro bizdə bir standart var. Qonaqlar otelə daxil olduqdan sonra 30 dəqiqə sonra ön büro komandası zəng eləyir otel resepsiyona, üzr istəyirəm, qonağı otağına və soruşur. Salam aleyküm salam, sizi Mirağa bəydə narahat edir, resepsiyon əməkdaşı, misal üçün. Sizə hal-hazırda qeydiyyatda mən keçirmişdim, sadəcə dəqiqləşdirmək istəyirdim. Otaqda hər şey sizi məmnun edirmi, yoxsa bəzi bir məqam var ki, biz nəzərə alıb onu sizin üçün fiksə eləməliyik. Bəzən deyirlər ki, bəli, hər şey aladır, çox sağ olun ki, soruşdunuz. Bəzən deyir, bilirsiniz, 2 dəsmal qoymusunuz, imkan varsa mənə 4 dəsmala ehtiyac var. Biz o məsələni, problemi artıq kökündən həll edirik. Mən bu məsələdə əminliklə altından 2 xətt çəkərək vurğulamaq istəyirəm ki, Azərbaycanda belə bir təcrübəni yalnız Marxal otelində, Marxal Şəki otelində, möhtəşəm otelində yaşadım, şəxsi assistent. Mən bu təcrübəni yaşamışdım Max Royal otelində Antalyada, amma Max Royal lüks oteldir. Yəni Antalyanın top 5 lüks otellərindən biridir. Eyni təcrübədir Marxalda yaşamaq mənim üçün ekstra wow oldu ki, niyə? Bir, soruşurdu ki, məni dəqiqə başı telefonla narahat eləmirdilər. WhatsApp-a yazırdılar və mesaj şəklində yazırdılar, səs göndərmirdilər. Həvə xanım, hər şey qaydasındadırmı? Turlarla bağlı nəsə dəstəyə ehtiyacınız olsa buradayıq. Ya da guideline göndərirdi ki, Şəkidə bu yerlərə gedə bilərsiniz. Çox gözəl idi. Yəni bildiyin belə wow və məni belə bir şeydə, belə bir mövzuda impress eləmək çox çətindir. Çünki həqiqətən də hər mövzuda belə impress olmuram ki, ayda necə gözəl eləyiblər. Amma bu məni impress elədi nəyə görə? Çünki Azərbaycanda olduğum, demək olar ki 90% otellərdə zaten olmuşam. Olduğum otellərin heç birində bu xidməti görməmişdim. Və bu çox gözəl idi. Və mən o qədər ağız dolusu ilə bunu auditoriyama çatdırırdım ki, və bu mənim enerjimə o qədər yansıyırdı ki, mən bunu həqiqətən çox bəyənmişəm və s. Və mən çox istərdim ki, o təcrübəni digər otellərdə tətbiq etməyə başlasınlar. Və Mirağa, artıq podkastımızın sonlarına doğru gəlirik. İstəyərdim biraz da sən öz ekspat təcrübəndən danışasan. Azərbaycana qayıtmaq fikrin var? Qayıtmaq istəyirsən?
Məmnuniyyətlə gələcəkdə inşallah. Çünki yenə də ekspat olaraq ilk və səbəbim o idi, ondan ibarət idi ki, xarici təcrübə alaraq qlobal düşüncəyə malik olmaq və həmin o düşüncə ilə və təcrübə ilə ölkəmə bir daha qayıtmaqdır. Mütləq. Ekspat olmaq həm hər adam üçün, yəni belə deyə də stabillik sevən insan üçün ekspat olmaq heç də yaraşmayacaq. Çünki ekspat nə deməkdir? Yəni siz birincidə özünüzü bir brend olaraq yaratmaq və lider keyfiyyətləri deyil artıq. Yəni lider keyfiyyətlərindən əlavə olaraq hətta güvən qazanmaq. Aynen. Güvən qazanmaq, çünki xarici bir sahibkardan, xarici komandadan güvən qazanmaq da bir məsuliyyətdir, böyük bir iş prosesidir. Və hər bir adam üçün bu, yəni hər bir adam üçün bu rahat bir görüləcək bir iş deyil. Mən ölkəmdə güclü bir kifayət qədər çox komanda nümayəndələri ilə rastlaşmışam ki, Azərbaycanlılarla da xaricə köçürlər, xarici bir qızıl, belə deyək də, qızıl paylanılaca paylaşmış bir yerə oxşayır deyərək deyirlər ki, hər şey orada, yəni maaş möhtəşəmdir. Demək ki, burada ekspat paketi də var, paket olaraq da bizdə orada artıq mənim yaşam sistemində artıq ödüllər və s. Lakin ən önəmli ki, məsələlərini toxumurlar. Əsas məsələlər birinci mentalitet fərqidir. Sizin Azərbaycanda gördüyünüz məqamlar mental baxımından, adət-ənənə baxımından başqa ölkədə normal qəbul olunmaya bilər və bu normal bir şeydir. Aynen. Azərbaycandan başqa ölkəyə, yəni ümumiyyətlə öz vətəninizdən başqa ölkəyə köçürsünüzsə, hazır olun ki, psixoloji olaraq fərqli insanlarla artıq görüşəcəksiniz. Mən Azərbaycanda artıq xaricilərlə işləmişəm də, burada yəni problem deyil. Azərbaycana gələn xaricilər belə adaptasiya olmağa çalışırlar bizim mentalitetə. Siz indi həmən o ekspat olursunuz, həmən xarici əməkdaş olursunuz ki, indi siz olmalısınız. Bəli. Və bəzən qarşılaşıram, deyirlər ki, çox qəribədirlər. Mən gəlmişəm, belə deyirlər və bu normal deyil axı. Deyir, yox, bu normaldır. Normaldır. Bu bizim üçün normal deyil, amma sən bunu normal qəbul eləməlisən. Sən öz standart, öz adət standartlarını başqa millətin standart ənənələrini yer etməməlisən. Nabarot, bəli, bölüşməlisən, göstərməlisən, izah eləməlisən, öz adətivi, öz işçiləri və öz iş yoldaşlarına danışmalısan. Onlar bilməlidir ki, amma sırmamalısan. Mütləq ki, sırmamalısan. Bəzən bundan qarşılaşıram. Bu çox böyük məsuliyyətdir. Ona görə də sahibkar belə, əgər rəhbər olaraq sizi dəvət eləyirsə, o da kənardan baxır ki, siz bizim milləti sıxışdırırsınızmı, yoxsa hörmətlə mi yanaşırsınız? Bu da bir məsuliyyətdir. Mən buna gətirib çıxartmaq istədim sözümü ki, məsuliyyət, güvən qazanmağı mütləq ki, öyrənin. Düşünməyin ki, mən rəhbər gəlmişəm və rəhbər olmaq məni saymalıdırlar və ümumiyyətlə, niyə absurdayıca da deyil. O əməkdaşlar sizi tanımağa çalışacaqlar. Əlbəttə ki, siz rəhbər olaraq öz lider keyfiyyətlərinizi göstərəcəksiniz. Amma siz göstərməlisiniz ki, həmçinin də onlara göstərməlisiniz ki, siz onların adət, ənənələrinə, tarixlərinə hörmətlə yanaşırsınız. Bu önəmli məqamdır. Belə məqamları öyrənərək, yəni bundan əlavə olaraq yuridiki deyərək, yəni qanunvericilik sistemidir, ondan sonra yəni bürokratik məsələlər var. Bu bürokratik məsələlər də hətta başqa ölkələrdə öyrənməklə öz ölkəmizdə daha belə deyə də tətbiq eləməklə daha da unikal etmək bir bacarığına gəlib çıxırıq. Ona görə də yenə də qlobal düşüncə bu çox önəmli bir məsələdir. Mənim üçün Azərbaycanda məsləhətdir ki, əgər kim istəyirsə, kim istəmirsə problem yoxdur. Yəni yaxşısı elə Azərbaycanda da qalsın işləsin. Çünki kifayət qədər çox rəhbər tanıyıram. Möhtəşəmdirlər. Ümumiyyətlə Azərbaycan daxili inkişaf eləyiblər. İllərlə tanıyıram. Yəni bir saymayacağam hamısının adını, çünki çoxdular. Kifayət qədər böyük peşəkardırlar və həqiqətən də həsəd aparım işlərinə. Amma ekspat olmaq istəyirsinizsə, daha çox bir daha söyləyim ki, xarici mentalitetə, adət, ənənələrə hazır olun. Öz standartlarınızı sırmayın. Öz təcrübənizlə bölüşün. Bu çox önəmlidir. Sizi sırf təcrübəyə görə dəvət ediblər. Adət, ənənələrinizə görə deyil.
Çox təşəkkür edirəm Mirağa. Həqiqətən dolu bir saat keçdi. Yəni çox həzz aldım. Son olaraq da istəyəcəm ki, auditoriyaya fikirlərini bildirəsən və bununla da Danışır Turizm podkastını yekunlaşdıraq. Hər kəsi Buxarada gözləyirəm. Salamlayıram hər kəsi Özbəkistandan, Buxaradan. Əminəm ki, çoxsu Azərbaycandan baxır, düzdür? Sən kontingentin kimdir doğrudan? Azərbaycanlılardır? Azərbaycanlı otelçilər, turagentlər, amma daha çox otelçilərdir. Demək ki, Azərbaycan ölkə. Ölkə olaraq Azərbaycan əsas olaraq. Tamam. O zaman Azərbaycana həqiqətən ateşli salamlar göndərirəm. Çünki Azərbaycan ölkəmi çox sevirəm. Əminəm siz də hər kəs, yəni inşallah siz də qürurla təmsil eləyəsiniz ölkənizi və bunu ilk növbədə tövsiyə eləyirəm. Müsbət, mənfi cəhətlərimiz əlbəttə ki, hər bir ölkədə var. Amma xaricə çıxdığınızda çalışın daha çox müsbət cəhətlərimizdən danışaq, güclü tərəflərimizdən danışaq ki, bizi ziyalı, mədəni, tarix köklü bir xalq olaraq tanıyırlarsa, qoyun elə də həmişə tanısınlar. Bu fikirlərlə çox razıyam və ümumiyyətlə onu qeyd edə bilərəm ki, səyahətlərdə ən vacib detal mənim üçün hər zaman üzərimizdə milli ornamentləri gəzdirməkdir. Çünki bu milli ornamentlər bir əlavə kommunikasiyaya yol açır. Çünki qarşındakı insan soruşur ki, bu hara aiddir ya da bu nədir, bu niyə var? Və bu sənə icazə verir ki, sən öz tarixin haqqında danışmağa başlayasan. İki, biz Azərbaycan olaraq yeni turizm sahəsində böyüyürük. Çünki neft ölkəsi və bəli, təəssüf ki, bir sektor daha ağır basanda digər sektorun inkişafı biraz daha gec ola bilir. Ona görə də hər birimizin öz tariximizi, öz yaşanmışlıqlarımızı, öz keçmişimizi daha çox danışma ehtiyacımız var. Odur ki, necə deyərlər, hər birinizi mən də Buxaradan salamlayıram. Bu şəhərdə 3 gecə keçirdik. Çox həzz aldıq, çox gözəl enerji və motivasiya ilə buradan ayrılırıq və sizə bir söz deyim. Mən burada çoxlu Yaponlar, çoxlu Avropalı turistlər gördüm və bir onu deyə bilərəm ki, ən az Buxaranın içəri şəhəri qədər dəyərli içəri şəhərimiz var və düşünürəm ki, onu təbliğ və təşviq etmək üçün də əlimizdə hər şeyimiz var. Hələlik növbəti Danışır Turizm podkastlarında görüşərik. Sağ olun.